Əziz dostlar, hamınızı salamlayıram. Orta Doğu projesi, yeni dünya düzəni, Ərəb baharı və s. müxtəlif dəbdəbəli adlar altında başlanan münaqişələr və əslində müharibələr getdikcə bizim bölgəyə yaxınlaşır, bölgəni alova bürüyür və hətta Türk coğrafiyasına sıçrayır. Bu prosesin sonuncu hadisəsi bugün baş verən, bugün davam edən İsrail-İran savaşıdır. Əslində İsrailin tutduğu xətt əslində tək İsrail deyil, Avropa ölkələrinin tutduğu xətt özü belə mübahisəlidir. Mübahisə yox, məncə doğru deyil. Yəni bu təxminən 1000 il əvvəldən başlanan Xristiyan İslam qarşıdurmasını xatırladır. Xristiyan dünyasına hər şey olar, İslam dünyasına olmaz. Yəni bu Orta Doğu projesi və bu bölgədə gedən sanki illər uzun, əsrlər uzun hazırlanmış bir işdir. Texnoloji cəhətdən biz inkişaf eləyə bilərik, siz bizdən asılı olacaqsınız. Siz bizim bazarımızsınız, biz istehsal eləyən, satan, siz alan, təxminən buna bənzəyir. Yəni Xristiyan dünyasında atomun zənginləşməsi adi bir hal sayıldığı halda İranda buna imkan vermirlər. Əlbəttə bu özü ziddiyyətli bir məsələdir. İran bunu nə üçün, şəxsən mənim düşüncəmə görə İranın əlində belə bir silah olanda bunu heç Xristiyan dünyasına ehtiyac qalmayacaq. Onu ilk növbədə bizə, türklərə, Azərbaycana və bölgədəki xalqlara doğru çevirəcək. Onları öz etkisi altında. Çünki İranın terror şəbəkəsi və İranın belə deyək ki, bu dövlətlərə təzyiq mexanizmləri çox güclüdür və yaxın şərqi əhatə edən bir sistemi, bir nə bilim kəşfiyyat, təsir və şiə fars şovinist ideologiyasını yayan bir sistemi var onun və üstünə atom bombası da gələndə görün bu bölgədə hansı bir fəlakət yarana bilərdi. Yəqin bunu Avropada görür, amma Avropa məncə bölgəni düşünmür, daha çox özünü düşünür, qərb dövlətləri. Və İran deməli bəlkə də bir haqlı ola ki, onun əlində bu texnologiya ola bilər, dinc məqsəd üçün bundan istifadə edə bilər. Amma ilk gündən bu yola düşəndə, yol başlarında deyir ki, siyasətinin mərkəzində bir ideya dayanıb ki, mən İsraili yer üzündən siləcəm. Bu artıq təbii ki, dünya tərəfindən qəbul olunan bir məsələ deyil. Ona görə də bu savaşda hər iki tərəf, mən deyə bilmərəm hansı daha çox, amma iki tərəfində günahları var. Bizə düşmür bunu təhlil eləmək. Biz sadəcə öz millətimizin və bu bölgədə gedən proseslərin sonuclarını, öz millətimizin taleyini və bu proseslərin bizi hansı sürprizlərlə üzləşdirə biləcəyini düşünməliyik. Biz əslində bu sürprizləri öz həyatımızda öyrəşmişik. SSR dünyada sarsılmaz görünən SSR gözümüzün qabağında dağıldı və onun dağılmasında şükür biz də iştirak elədik və o prosesi sürətləndirdik. Bugün də ona bənzər hadisə İranda başlanıb. SSR dağılanda Azərbaycanda və bu respublikalarda heç bir hazırlıq yox idi. Nə ola bilər? İndi də bəzən çox belə bədbin ovqatla düşünənlər var ki, İranın sonrası necə olacaq? İsrail dünyaya bəyan eləmişdi ki, yalnız İranın hərbi obyektləri vurulacaq və atom zənginləşdirmə prosesi durdurulacaq, bunun qarşısı alınacaq. Buna görə də belə silsilə terror hadisələri baş verdi. İranın bütün o mütəxəssisləri, bu işə başçılıq edən alimlər, sonra hərbi sənaye obyektlərinin başçıları, İran ordusuna, hərbi güclərə başçılıq edən insanlar tək-tək aradan götürüldü. Düşünmək olardı ki, bununla İsrail öz planını yerinə yetirdi. Yəni İranda bu proses dayanacaq, uzun müddətli nüvə silahının əldə olunması. Dünya sonra bunu danışıqlar yolu ilə düzənə soxa bilər. Amma indi görünür ki, əslində İsrailin niyyəti və onun arxasında dayanan güclərin niyyəti İranda bu rejimi dəyişdirmək və İran hakimiyyətini diz çökdürmək, İranı bütövlüklə, məğlubiyyətlə barışmağa vadar etməkdir.
burada artıq fikirlər yenə haçalanır. Çünki əslində biz İranla bizim problemlərimiz var. İran əhalisini yaradan çox türklərdir. Və biz İranda türklərin haqlarının tapdalanmasına dözmək istəmirik. Uzun müddətdən bəri Dünya Azərbaycanlılar Konqresində mən varam və indi onun həm sədriyəm, dünyanın müxtəlif ölkələrində görüşlərimiz olub. Biz hər bir şey, bir sıra məsələləri Azərbaycanın o vaxt Qarabağ məsələsini gündəmə gətirirdi. Azərbaycan bölünmüş bir torpaq xalqdır və s. Eyni zamanda İranda yaşayan Azərbaycanlıların, Azərbaycan türklərinin insan hüquqlarının pozulması, onların ana dilindən ən adi hüquqlardan məhrum olmasını dəfələrlə demişik. Yəni bu mənada İrandakı rejimdə biz də narazıyıq. Amma eyni zamanda biz istəməzdik ki, bizim qonşu dövlətlərimizin hər hansı birində bu narazılığı aradan qaldırmaq üçün qan tökülsün. Biz hesab edirik ki, bu hər hansı xalqın özünün, o ölkənin içində yaşayan xalqların öz hüquqları, öz haqlarıdır. Demokratik yolla, seçki yolu ilə, sakit yolla, öz millətlərinin iradəsinə bağlı olaraq bu proses dəyişdirilməlidir. Yəni İran xalqı özü bunu həll eləməlidir. Qan tökərək, kənardan müdaxilə ilə təbii ki, burada bizim gözlədiyimiz, bizim arzuladığımız ssenari həyata keçirilə bilməz. Hökmən necə ki 25-ci ildə Qacar sülaləsinin yerinə Avropanın, İngiltərənin təzyiqi ilə və köməyi ilə Pəhləvi rejimi gətirildi, Pəhləvi ailəsi. Necə ki, deməli, Pəhləvi rejiminin sonu çatanda onu hakimiyyətdən yıxıb yerinə Xomeynini gətirdilər və o da dünyada 20-ci yüzildə görünməmiş bir hadisə ki, dövlət idarəçiliyi tamamilə dini qanunlara tabi tutuldu və din bir hökuməti əvəz elədi. Onun dalınca da bu dəfə bizim istədiyimiz kimi və İran xalqının istədiyi kimi bir normal demokratik rejimin qurulmasında məncə dünya o qədər də maraqlı deyil. Dünya İranın sərvətinə sahiblənmək, dünya İranı deməli yenə marionet bir dövlətə çevirmək, Livanda, Suriyada, Əfqanistanda, İraqda baş vermiş hadisələr gözümüz qabağındadır. Eyni şey İranda da təkrar eləməkdir. Və orada güya demokratik dəyişiklik, güya deməli yeni dünya düzəninə uyğun bir proses gedir. Bu adına əslində xalqın ürəyinin, xalqın istəmədiyi, orada yaşayan xalqların istəyinə uyğun olmayan bir çevrilişlər oldu və yeni sistem, yeni rejim əslində əvvəlkini bizdə deyirlər, yeni gələn köhnənin atasına rəhmət oxudurur. Təxminən elə bir şey oldu. Təxminən İranda vəziyyət bu cür ola bilər. Biz nə eləməliyik? Azərbaycan türkləri, İranda yaşayan türklər nə edə bilər? Bəziləri şübhəsiz burada çox bədbindirlər. İranda Azərbaycanlıların ciddi bir təşkilatlanması yoxdur. Avropada diaspor təşkilatları paramparçadır. Dünya Azərbaycanlılar Konqresi daha çox təbii ki biz belə diplomatik çevrələrlə işləmişik və daha çox mətbuatda öz sözümüzü demişik. Amma sabah İranda bir hakimiyyət hər gün ola bilər. Hər deməli gün nəysə belə bir dəyişiklik baş verə bilər. Belə bir halda Azərbaycanlılar və İran türkləri nə eləməlidirlər? Bizim hamımızı narahat edən budur. Və bəziləri deyir ki, İranda xalq hələ buna hazır deyil. Xalqın bir hissəsi, ümumiyyətlə türklərin də elə bir hissəsi İranın mərkəzi hakimiyyətinə bağlıdırlar və İranın bütövlüyünün qorunmasına tərəfdardırlar. Amma bu bütövlüyü qorumaq hansı qüvvə qoruyacaq və hansı qüvvənin yenə iradəsinə bağlı olacaq, İran xalqlarının taleyi necə olacaq? Yenə indiki kimi xalqlar dillərindən, ondan tarixlərindən ayrı qoparılıb tam Fars-Şiə rejiminin təsiri altında farslaşdırılmaq, assimilyasiya siyasətinə qurban ediləcək, yoxsa hansı yol tutulacaq? Məncə, yaranmış şəraitdə buna yol vermək olmaz. Buna təkcə Azərbaycan türkləri yox, buna İranın bütün xalqları yol verməməlidir və İran məncə bundan yeni hansısa belə bir ya dini rejimin,
ya da şahın təzədən İrana qayıtmasına yol verməməlidir. Çünki şahın oğlunun indi ortaya düşüb çıxış eləyir, biz yenidən qayıtmaq istəyirik və s. Buna yol vermək olmaz. İran əvvəlki İran deyil, xalq təbii ki, dünya da dəyişilir, görür, bilirlər. Dünyanın bütün ölkələrində İranın kifayət qədər yetkin, savadlı, gözəl kadrları var və bunlar qayıdıb İranda normal, demokratik bir sistem qura bilərlər. Azərbaycan türkləri, Azərbaycanlılar və türklər ümumiyyətlə, çoxlu siyasi partiyalar var və dağınıq bir demokratik düşərgə var. Bu düşərgə nə eləyə bilər? İndi bəzən deyirlər Təbrizdə belə ciddi, bu işin başında dayanan bir təşkilat yoxdur. Belə bir təşkilat bizdə də yox idi. Sovetlər Birliyi dağılanda Azərbaycanda belə bir qurum yox idi və bir satqın hakimiyyət vardı. Moskvanın dediyi ilə oturub duran, ona Moskvaya bağlı olan, Moskvasız yaşaya biləcəyini təsəvvürə gətirməyən adamlar orada tərbiyə almış, orada təhsil almış, ondan sonra rus dili məktəblərində yetişmiş, rus mühitində yetişmiş və rus psixoloji mühitində yetişmiş adamlar təbii ki, Azərbaycanın müstəqilliyini təsəvvürə gətirə bilmirdilər. Amma bir xalq vardı ortada və Təbrizdə də bu xalq var. Təbrizdə bəlkə o vaxtki bizim vəziyyətimizdən indi daha irəli getmiş, daha güclü bir xalq var. Çünki onlar 10 milyonluq Azərbaycanın hansı çətinliklərdən də olsa müstəqilliyi əldə edə bildiyini gördülər. Onlar bu 10 milyon xalqın dünyanın iradəsinə, dünyanın bizə qarşı olan deməli mövqeyinə baxmayaraq, bizə düşmən olan Ermənistanın işğalçılıq siyasətinə son qoymaq qüdrətini gördülər. İşğalçı Ermənistanı bütün Avropa, ATƏT-in deməli bütün az qala ATƏT-in üzvləri, o cümlədən Minsk qrupunun üzvləri, Amerika, Rusiya və Fransa müdafiə eləyirdi. Bu savaşın bitməsini istəmirdi. Amma Azərbaycan öz iradəsi ilə 10 milyonluq xalq öz iradəsi ilə və düzgün diplomatik addımlarla hərbi gücünü gücləndirərək bu işi gördü. İndi ortada belə bir təcrübə var. Azərbaycan Respublikası kimi təcrübə var və bu xalqın bir hissəsi, daha güclü hissəsi, böyük tarix ənənələri olan, keçən yüzildə 4 inqilab eləmiş bir Azərbaycan toplumu, Azərbaycan milləti var, Azərbaycan türkləri var. İndi Azərbaycan təbii ki, orada türklərin coğrafiyası, yaşama coğrafiyası Azərbaycan arealından daha genişdir. Amma hər halda Azərbaycan deyəndə biz Astaradan başlamış, az qala Kəngər körfəzinə qədər Həmədanı, Zəncanı, Qəzvini, Urmiyanı, Təbrizi öz içine alan böyük bir regionu, Tehranın çevrəsi hamısı türklərdir, Tehranın yarısı türklərdir. Belə bir çevrəni nəzərdə tuturuq, amma tək Azərbaycan türkləri deyil, İranın digər xalqları da təbii ki, bu yeniləşmədə iştirak edəcəklər və eləməlidirlər. Azərbaycanda, Təbrizdə və Azərbaycan ərazisində yarana biləcək ekstremal vəziyyətdən millət doğru istifadə etməlidir. Mən yalnız bir senari deyə bilərəm. O senari məsələn bizim 88-ci ildə millət Moskvanın xəyanətini görəndə öz dövlətimizə idarə edənlərin qorxaqlığını və xəyanəti görəndə xalq ayağa qalxdı. Xalq ayağa qalxdı və 1 milyon insan meydana çıxdı. Milyonlarla, yüz minlərlə insan Azərbaycanın bütün rayonlarında ayağa qalxdı və xalqa ya deməli Qarabağ Azərbaycan torpağıdır, ya Qarabağ, ya ölüm deyərək meydanlara axışdılar və sonra bunun Moskvaya təsirsiz qaldığını və heç bir ciddi addım atılmayanda onda bu artıq çevrildi milli azadlıq hərəkatına. Milli azadlıq ki, Azərbaycan artıq SSR-dən qopmaq iradəsini qoydu ortaya. Əslində SSR-nin dağılmasında bu hərəkət ciddi rol oynadı. Məncə bu bir təcrübədir və Güneyli qardaşlarımız bu təcrübədən istifadə eləməlidirlər. Dinc yolla, sakit yolla, amma Azərbaycan xalqının milli ideallarını, öz müqəddəratını təyin etmək hüququnu ortaya qoymalıdırlar. 1945-46-cı ilin təcrübəsi də var, onda SSR Təbrizin arxasından qaçdı, millət orada qaldı, deməli, əryalın. Amma məncə indi əgər Azərbaycanda, İranda baş verən proseslərdə Azərbaycanın arxasında daha etibarlı və onu öz milli ideallarına qovuşdura biləcək güclər olacaq. Məncə Azərbaycan dövləti də bu məsələdə kənarda dayanmalı deyil. Mən demirəm savaşa
girməlidir İranla biz son illərdə Azərbaycan dövləti düzgün mövqe yol tutmuşdu, düzgün mövqe nümayiş elətdirirdi. Biz İranla dinc qonşuluq şəraitində yaşamaq, ondan sonra yəni münasibətlərimiz yaxşılığa doğru gedirdi. Və bu yolu əslində biz yenə də məncə Azərbaycan dövləti davam etdirməlidir. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, İran dediyimiz bir ölkədə, ərazidə yaşayan əhalinin yarısı bizim millətimizdir. Və o millətin taleyinə laqeyd biganə qalmaq olmaz. İndi tez-tez və görürəm bəzən yazırlar, bizim də adımız çəkilir ki, hardasınız, Təbriz dağılır, Təbriz yanır. Mənim aldığım məlumatlara görə Güney Azərbaycanda o atılan bombalar, hatta İsrailin vurduğu yerlər daha çox hərbi obyektlərdir. Və o hərbi obyektləri İran deyə o qədər Azərbaycanın da bizim sərhədlərimizə yaxın yerlərdə yerləşdirmişdir. Niyə bizim sərhədimizdən 20-30 kilometr o tərəfdə, bütün Güney Azərbaycan, Şərqi, Qərbi Azərbaycan torpaqlarında bu qədər hərbi bazalar vardı. Bu bəyəm İsrailə qarşı idi. Niyə bu başqa sərhədlərdə yoxdur, ancaq Azərbaycanla sərhəddə yerləşdirilmişdir və məncə hesab edirəm ki, İsrail həmin obyektləri vurmaqda çox doğru hərəkət edir. Çünki o obyektlər oradan, o yerlərdən 30 il Ermənistana silah daşınıb, həmin marşrutlarla, həmin yollarla. Və onlar daha çox Azərbaycan, müstəqil Azərbaycana doğru çevrilib. Əgər dünya bizim taleyimizə biraz biganə olsa və İran üçün əlverişli şərait yaransa, onlar birbaşa Bakını və Azərbaycanı vura bilərdi. Zəngəzur bizim qırmızı xəttimizdir, buna dəyişmə olmaz deyən və 30 il bizim bu Naxçıvanla Azərbaycan arasında adi nəqliyyat dəhlizinin açılmasına imkan verməyən İranın o obyektlərinin məqsədi çox aydındır. Ona görə də bu məsələdə yanlışlığa yol vermək olmaz. Dinc əhali ayrıdır, amma bu hərbi obyektlərin vurulmasını da biz başa düşürük. Bir sözlə Azərbaycan xalqı, İranda yaşayan bütün məzlum xalqlar, bəlkə də bir yerdə, hamısı bu İran-İsrail savaşının nəticələrinə hazır olmalıdırlar. Və bu nəticələrə uyğun olaraq addımlar atılmalıdır. Yeni bir irticası rejimin hakimiyyətə gəlməsinə, yenidən bir ya din dövlətinin, ya bir monarxiyanın qurulmasına imkan verməməlidirlər. Bizim arzumuz və istəyimiz budur.